Alqışlayırıq və Səxavəti dinləyirik. 2002 nömrəsinə yazmaqla Səxavəti dəstəkləyə bilərsiniz. Bir də alqışlayaq Səxavəti. Çox sağ olun, var olun. Həqiqətən də bu günləri mənə dəstək olan Mingəçevir şəhərindən Oqtay müəllimə təşəkkürümü bildirirəm. Elxan qardaşlara təşəkkür edirəm və Orxan qardaş Mingəçevirdən bizi izləyir və qoyun minəsindən Doktor Cavid qardaş sizlərə təşəkkürümü bildirirəm. Ağdamlı qardaşlardan səs gözləyirəm. Bərdəlilərdən, Samuqlardan səs gözləyirəm. Soyuqdur da o. Baxdın maral kimi, dilmədin lal kimi. Baxdın maral kimi, dilmədin lal kimi. Nətiz uçur getdi, hörpər qardaş kimi. Nətiz uçur getdi, hörpər qardaş kimi. Süzmə qəlbəmi, baxışla məni. Küsmün sənə yalan, bağışla məni. Sevənlər yarasın o sevən. Günahkar ya dünyada cəhulən. Sevir səni ay qurbanam Ağdamı yaraşığına, vurğuram Bərdəmin gülüşüne. Qurbanam Ağdamın yaraşığına, vurğuram Bərdəmin gülüşüne. Dağmayaqda bədiyə daşığın alımdır, həmişə yer qənab bağdan gələnəm qurban.
Kendi səsəməni bir günahdan çantamansan el qaramaq Əzirə bağdama yağdama Əzirə bağdama bir kuş uçur ağdama Bizim Qarabağa göz düşənlər Bizim Qarabağa göz düşənlər Görüb gözlərinə Aman 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 ayda Şəkil var ey balam qanama Ay qanamıyorum ey Çıkmaz bana bu kalama Dur yana canım Alqışlardan da hiss olunur, hətta ayaqüstə durdu bizim auditoriyamız. Bir də alqışlayaq Səxavəti, çox sağ olsun. Qarabağ şikəstəsi səsləndi, yenə də bizim bu proqramımızda eşidildi. Və zəngimiz var, Gəncədən bizə zəng vurublar. Alqışlayırıq, bütün Gəncə əhlini buradan salamlayırıq.
və təbii ki, alo deyirik. Alo. Alo. Bəli, buyurun, eşidirik. Salam aleyküm, axşamınız xeyir. Axşamınız xeyir Orxan bəy. Selim abi, mən sizi salamlayıram. Çox sağ olun. Orxan bəy bizim proqramımızda iştirak edib, gitaraçı, gitara ifaçı. Gəlin alqışlayaq. Gəlin alqışlayaq, həm də qalib olaraq ayrılıb bu proqramdan. Buyurun Orxan bəy. Sağ olun. Ben burada çıktım. Kim? Aşık Elvin kardeşim. Elvini dəstəkləyirsiniz. Bəli, Elvin dəstəkləyirik. Bütün də musiqiçilər ramlayıram hamısını. Baxırıq, dəstəkləyirik. Şeysə də belə. Təşəkkürlər, çox sağ olun. Teşekkür ederim. Baxır və dəstəkləyir Orxan. Musiqiçidir, bizim dostumuzdur. Onun dayısı da gözəl gitaristi Ceyhun Tader musiqiçilər, gözəl musiqiçi. Minnətdaram. Əmsi üzr istəyirəm. Əmsi Ceyhun da gözəl musiqiçidir. Dərin təşəkkürümüzü bildirirəm Orxan, çox sağ olsun. Minnətdarıq. Bəli, hörmətli tamaşaçılar, alqışlayaq. Verilişimiz davam edir. 022 336 72 72. Necə ki Orxan zəng vurdu və digər tamaşaçılarımız siz də zəng vura bilərsiniz bu nömrəyə. Və bu anda mən bir daha xatırladıram, verilişimizin baş sponsoru Fujitsu'dur. Ən keyfiyyətli məhsullar da elə Fujitsu'dadır. Ən yaxşı kompüterlər və notebooklar. Alqışlayaq bir daha Fujitsu'nu. Qısa fasiləmiz yenə də var. Fasilədən sonra yenə burada olacağıq. Alqışlayırıq Nur İnstrumental Ansamblını. Eller Səslənsin davam edir. Verilişimizin baş sponsoru Fujitsu'dur. Bir daha xatırladıram, çox dəyərli bir sponsordur. Ən yaxşı və keyfiyyətli kompüterlər məhz Fujitsu'dadır. Mingəçevirdə yerləşir. Eyni zamanda yaxın günlərdə inşallah Yevlaxlar da Fujitsu'nun PC Notebook satış mərkəzi olacaq. Alqışlayırıq bir daha Fujitsu'nu. Baksel və Nar abunəçiləri, bəyəndiyiniz müğənnini dəstəkləməyə davam edin. Elvin oxuyur və Səxavət oxuyur. Oxumalar davam edəcək. Bir neçə dəqiqədən sonra təbii ki, ən maraqlı məqam, ən gözəl məqam gələcək. Çünki dəyişmə məqamı mənim də çox bəyəndiyim bir məqamdır. Səbirsizliklə gözləyirəm və bu anda mən səs faizlərinə gəlim. Səs faizlərinə görə hal-hazırda kimdir irəlidə? Mənim üçün də maraqlıdır. Hal-hazırda Səxavət yenə də irəlidədir. Alqışlayırıq Səxavəti. Çox irəliyə keçib hətta, onu qeyd edeyim. 60,20% səslə. Elvinin səs faizinə gəlincə, hal-hazırda Elvin 39,80% səs toplayıb. Görürsünüz də. Yəni, Səxavət çox səs faizi ilə irəlidədir və zəhmət olmasa Səxavət, əziyyətdən keçib mikrofonu təqdim elə mənə. Gəlin, burada çox dəyərli insanlar var. Onları alqışlayaq əvvəlcədən. Mən istərdim ki, qısa da olsa o dəyərli insanlara söz verim. Təbii ki, bura gələn, təşrif buyuran hər bir kəs mənim üçün dəyərlidir. Bu proqrama əziyyət çəkib gəlmişsiniz, auditoriyada əyləşmişsiniz. Amma əvvəlcə Rıza müəllimə mən söz vermək istərdim. Buyurun Rıza müəllim, alqışlayaq Rıza müəllimi. Həmişə burada olur. Mən də öz növbəmdə bütün tamaşaçıları alqışlayıram. Və bu teleşirkətin bütün işçilərini, burada çalışanları, hamısını ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Ceyhun müəllim, sizi lap ürəkdən təbrik edirəm. Çox gözəl aparırsınız. Çox belə o rəngarəng burada aparmaq dərəcəsinə maliksiniz. Mən nəyi demək istəyirəm? Yaxşı sənətkar həmi özü yaşayır, həmi tamaşasını yaşadır. Və hər bir səs müğənni öz səsinə uyğun musiqi seçməlidir. Öz səsinə, səsi nədirsə, ona uyğun musiqi seçməlidir. Bugünkü musiqilər çox yaxşı. Mənim heç bir iradım yoxdur. İndi siz gəncsiniz.